Fatmayı Xeyriyyə Cəmiyyəti təqdim edir. Salam dəyərli Fatmaylılar. Fatmayda bu gün rubrikası ilə qarşınızdayıq. Bu gün Fatmayı idman zalında həyəcanlı anlar yaşandı. Bölgələrimizdən gələn gənc pəhləvanlar güləş meydanında güclərini sınadılar. Gəlin hadisələrin mərkəzinə birlikdə nəzər salaq. Yarışa müxtəlif bölgələrimizdən çoxsaylı idmançılar qatılıb. Meydanda əsl rəqabət və əzmkarlıq var. Hər fənd, hər dəqiqə idmançılarımızın nə qədər hazırlıqlı olduğunu göstərir. Fatmayı İdman Zalı bugün idman ruhu ilə nəfəs alır. Yalnız qalib gəlmək deyil, həm də dostluq və idman prinsiplərini qorumaq bu yarışın əsas məqsədidir. İştirakçılar və azarkeşlər tədbirin yüksək səviyyədə keçdiyini vurğulayırlar. Belə gərgin yarışların olmasında bizim gənc güləşlərimizin gələcək üçün daha uğurlu nailiyyətlər əldə etməsi üçün yaxşıdır. Belə yarışların olması daha çox təyin olunsa, uşaqlar gələcəkdə uğurlu nailiyyətlər əldə edə bilər. Və ona görə də sağ olsun bizim bir çox müəllimlər bu cür yarışları keçirilməkdə bizə dəstək olurlar. Sahib müəllim özü də dəfələrlə Avropa, dünya üzrə mükafatçıdır və nailiyyətlər əldə tələbələr də ona baxdıqda irəli gedir. Biz də əlimizdən gələni edirik ki, burada uşaqlar gələcəkdə hansısa bir nailiyyətləri əldə etsin. Salam aleyküm, xoş gördük. Bugün 24-cü 5-ci ay 2026-cı ildə Fatma İdman Klubunda Fatma İdman Klubunun açıq birinciliyi keçirildi. Yarışda 100-ə yaxın, hətta deyərəm 100-dən də çox idmançı iştirak elədi. Kürdanxanı İdman Klubu, Pəncəli, Sumqayıt, Binəqədi idman klubları və ola bilər ki, adı yadımdan çıxan idman klubları da iştirak elədi. Yarışımız çox yüksək səviyyədə, ən əsas da ədalətli şəkildə keçirilmişdi. Yəni, belə bir yarışlar az yaşlı uşaqların, yeniyetmələrin potensialının üzə çıxmasını inkişaf elətdirmək üçün daha əlverişli olduğu, həm də daha böyük arenalara, daha böyük yarışlara hazırlıq prosesi kimi sayılır. Fatmayımızın idman ənənələrini yaşadan və kəndimizdə sağlam gəncliyin formalaşması üçün əlindən gələni əsirgəməyən sahib müəllimə göstərdiyi bu fədakar fəaliyyətinə görə Fatmayı Xeyriyyə Cəmiyyəti olaraq dərin təşəkkürümüzü bildiririk.